Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. 14 iyun 2026 hava proqnozu sabah hava necə olacaq? Salam, hörmətli izləyicilər. Bu videomuzda 14 iyun 2026-cı il tarifi üçün gözlənilən hava şəraiti haqqında məlumat verəcəyik. Əgər sabah səyahət etməyi, istirahətə çıxmağı və ya açıq havada vaxt keçirməyi planlaşdırırsınızsa, videonu sonadək izləməyi unutmayın. Mövcud meteoroloji məlumatlara əsasən iyun ayının ortalarında ölkə ərazisində əsasən mülayim və isti hava şəraitinin üstünlüyü təşkil edəcəyi gözlənilir. Paytaxt Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində günəşli fasilələr müşahidə ediləcək. Havanın temperaturunun gecə saatlarında 20 dərəcə ətrafında, gündüz isə 27 ilə 30 dərəcə arasında dəyişəcəyi ehtimal olunur. Küləyin əsasən şimal və şimal-qərb istiqamətindən əsəcəyi gözlənilir. Bəzi ərazilərdə küləyin sürətinin bir qədər artması mümkündür. Buna görə də açıq ərazilərdə olan vətəndaşlar ehtiyatlı olmaq tövsiyə edilir. Ölkənin dağlıq və dağətəyi rayonlarında hava şəraiti bir qədər fərqli ola bilər. Günün ikinci yarısında bəzi bölgələrdə qısa müddətli yağış ehtimalı istisna edilmir. Ayrı-ayrı ərazilərdə şimşək çaxacağı da gözlənilə bilər. Lakin ümumilikdə yağıntıların geniş əraziləri əhatə etməsi proqnozlaşdırılmır. Aran rayonlarında isti hava şəraiti davam edəcək. Gündüz saatlarında temperaturun 30 dərəcəni keçəcəyi gözlənilir. Xüsusilə günorta saatlarında günəş şüalarının daha intensiv olacağı nəzərə alınaraq açıq havada çalışan insanların diqqətli olmaları tövsiyə olunur. Bol mayı qəbul etmək və günəş altında uzun müddət qalmamaq məsləhətdir. Təsərrüfatı ilə məşğul olanlar üçün də hava şəraiti əlverişli görünür. Yağıntının az olması və temperaturun mövsüm normasına uyğun olması əkin və biçin işlərinin aparılmasına müsbət təsir göstərə bilər. Dəniz sahilinə üz tutmağı planlaşdıranlar üçün də hava ümumilikdə münasib olacaq. Xəzər dənizi sahillərində mülayim külək və isti hava müşahidə ediləcək, lakin küləyin arabir güclənə biləcəyi ehtimalı nəzərə alınmalıdır. Beləliklə 14 iyun 2026-cı il tarixində Azərbaycanın əksər bölgələrində əsasən sabit isti və mövsümə uyğun hava şəraitinin müşahidə olunacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə qısa müddətli yağış ehtimalı olsa da, ümumi mənzərədə günəşli və əlverişli hava üstünlüyü təşkil edəcək. Videomuzu bəyəndinizsə kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Yeni hava proqnozlarında yenidən görüşənədək sağ olun,